Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve men istenne bi sünnetihi ile yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslüman kardeş ve bazılarımız. Gözəl qısa faydalar var. Onlardan istəyirəm sizinlə bölüşüm. Təbii ki, hər birimizin bildiyi məsələlərdir. Lakin xatırlatmaqda necə Allah Teala deyir, fayda var. Allah Teala buyurur ki: "Və zəkkir fe inne zikra tenfa'ul mu'minin." Xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Əhlüsünnə vəl Cəmaənin böyük alimlərindən olan İbrahim İbn Ədhəmdən gözəl bir fayda var. İnşallah onu istəyirəm. Həm özümə, həm də sizə xatırladım. Və bu fayda gəlir Cəmi'u Bəyanil İlm vəl Fadl. İmam Əbdülbər rahimehullahın Cəmi' Bəyanil İlm vəl Fadl kitabında. İbrahim İbn Ədhəm rahimehullah Bəsrənin və ya Basranın bazarlarından birindən keçəndə fəctəmə ən-nəsu ileyhi, insanlar onu görür, ətrafına toplaşır. Və qalu ya Əbə İshaq, və ona deyirlər ki, ey Əbu İshaq, mə lənə nəd'u fələ yüstəcabu lənə. Nə olur ki, biz dua edirik, dualarımız qəbul olunmur. Allah Teala bizim dualarımıza cavab vermir. İbrahim İbn Ədhəm rahimehullah buyurur ki, li'anna qulubakum matat. Çünki qəlbləriniz ölüb. Lakin necə ölüb, nəyə görə ölüb, səbəb nədir ölüb, onu vurğuluyor Şeyx rahimehullah. Buyurur ki, matat bi aşrati əşya. 10 dənə şey var ki, ona görə qəlbimiz ölüb. Qalu və mə hiyə. İnsanlar deyirlər ki, hansıdır o 10 dənə məsələ, 10 dənə şey hansıdır? Qalə İbrahim İbn Ədəm rahimehullah başlayır onları saymağa və ya sadalamağa. Birincisində buyurur ki, İnnəkum araftumullah fələm tuəddu haqqahu. Siz Allahı tanıdınız, lakin Allahın haqqını vermədiniz. Bilirsiniz ki, dəyərli müsəlman bacı və qardaşlarımız, Allahın haqqı ona ibadət etməkdir. Muaz radiyallahu anh hədisində, hansı ki hədisi İmam Buxar və Müslim rivayət edib, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın haqqından və insanların da haqqından danışır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Muaz, ey Muaz, ətədri mə haqqullahi aləl ibad və mə haqqul ibadi alallah. Ey Muaz, sən bilirsənmi Allahın qullar üzərində, qulların da Allah üzərində olan haqqı nədir? Və Muaz deyir ki, qultullah və rasuluhu a'ləm. Mən dedim ki, Allah və Rasulü daha yaxşı bilir. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, haqqullahi aləl ibad ən ya'buduhu və la yüşriku bihi şeyə. Allahın qullar üzərində olan haqqı odur ki, qullar Allaha ibadət edib, heç bir şey ona şərik qoşmasınlar. Və haqqul ibadi alallah əllə yu'əzzibə mən la yüşriku bihi şeyən. Qulların Allah üzərində olan haqqı odur ki, kim Allaha ibadət edib, ona heç bir şey ortaq qoşmazsa, ona əzab verməməsidir. Yəni Allah Teala ona əzab verməz. Burada qulların Allah üzərində olan haqqı deyəndə elm əhli buyurur ki, heç kəs Allah Teala'nın üzərində vacib bir haqq qoya bilməz. Lakin Allah Teala öz lütfündəndir ki, ona ibadət eləyib, heç bir şey ona şərik qoşmayanlar üçün öz üzərinə bir haqq götürüb ki, onları mükafatlandırsın, əzəmətli bir mükafatla mükafatlandırsın. Allah Teala buyurur ki, İnnehu men yüşrik billah fəqad harramallahu aleyhil cənnə. Kim Allaha ortaq qoşsa, Allah ona cənnəti haram eləyib. Əks məna nədir? Kim Allah ortaq qoşmasa, Allah Teala cənnəti ona halal eləyib. Və Allahın haqqı nədir? Ona ibadət eləyib, heç bir şey şərik qoşmamaq, namaz qılmaq, yəni Allah Teala'nın əmr elədiyi namazı vaxtında qılmaq, Allahın tələb elədiyi kimi Ramazan ayında oruç tutmaq, valideynlərə yaxşılıq eləmək, əgər malın zəkata düşürsə, malın zəkatını vermək, sədəqə vermək, insanlarla gözəl raftar eləmək, qonşuların haqqını bilmək, ümumi insanlara qarşı gözəl, ədəbli davranmaq. Bütün dində olan, nə ki Allah Teala onları vacib bir haqq olaraq qulların üzərinə qoyub, gərək qullar onları əda eləməyə çalışsınlar. Allah Teala buyurur ki, fəttəqullaha məstəta'tum. Bacardığınız qədər Allah Teala'dan qorxun. Nə qədər bacarırıqsa, Allah Teala'nın haqqını ödəməyə çalışmalıyıq. Ona görə şeyx deyir ki, rahimehullah, Allahı tanıyırsınız, lakin Allah Teala haqqını vermirsən. Həqiqətən də belədir. İnsanların böyük əksəriyyəti deyirlər ki, Rəbbim Allahdır, lakin görürsən, təsəvvür edin, elə yaşayırlar ki, sanki Allah yoxdur onlar üçün. Onlar Allah Teala'nı necə deyərlər, özlərinə lazım olanda, məsələn, hansısa mövzuda özünü doğru göstərmək üçün and içir. Lakin əməllərində elə davranır ki, sanki Allah o Rəbbi deyil. Allah Teala onu hesabat eləməyəcək. Allah Teala hər birimizi özünə gözəl şəkildə ibadət eləməyə müvəffəq etsin. İkincisində buyurur ki, rahimehullah, zəamtum ənəkum tuhibbu Rasulullahi sallallahu aleyhi ve sellem thumma taraktum sünnətehu. İddia etdiniz ki,
siz Allah Resulü sallallahu aleyhi ve sellem'i sevirsiniz, lakin o sünnəsini tərk elədiniz. Sünnəsinə əməl etmədiniz. Allah Teala Quran-ı Kərimdə imtihan eləyir. Əl-İmran surəsində buyurur ki, "Qul in kuntum tuhibbunallaha fettabi'uni yuhibbukumullah və yaghfir lakum zunubakum vallahu gafurur rahim." Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləm ki, insanlara de ki, əgər siz Allahı sevirsinizsə, onda mənə tabe olun. Yəni Muhammed sallallahu əleyhi və səlləmə tabe olun. Tabe olsa nə olunacaq? Və yaxud da tabe olunsa Peyğəmbər sallallahu əleyhi və səlləmə nəticə nədir? Allah da sevəcək o tabe olan qulları və onların günahlarını bağışlayacaq. Həqiqətən də əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammedən Rasulullah demək, bu sadəcə bir kəlmə deyil, bunun tələbləri var. La ilahə illallah o deməkdir ki, şəhadət edirsən ki, Allahdan başqa ilah yoxdur və sən ona ibadət edəcəksən. Şəhadət edirsən ki, Muhammed sallallahu əleyhi və səlləm Allahın rəsuludur və onun sünnəsi üzərində Allaha ibadət edəcəksən. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Ələ inni utitul Qur'ana və misluhu ma'hu." Bilin ki, mənə Quran və onun bənzəri olan sünnə verilib. Əməllərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə müvafiq olmaq lazımdır. Bir əməlin qəbul olmasının 2 şərti var. Əsas 2 şərti. Birincisi o əməl xalis Allahın rızası üçün olmalıdır. İkincisi Muhammed sallallahu əleyhi və səlləmin sünnəsi üzərində. O necə göstərib, o formada olmalıdır. Allah Teala əməllərimizi sünnətə müvafiq etsin. Və sonra Şeyx Rahiməhullah 3-cüsündə buyurur ki, "Qara'tumul Qur'an fələm tə'məlu bihi." Quran-ı Kərimi oxudunuz, lakin ona əməl etmədiniz. Həqiqətdə baxsaq, dəyərli müsəlmanlar, bir çox müsəlman Quran-ı Kərimi oxuyur, lakin görürsən ki, Quran-ı Kərimin tələblərindən insanlar qafildirlər. Hətta bu ibadət edən insanların içində də var. Lakin necə olmalıdır? Quran-ı Kərimi Allah Teala endirib, onu yaşamaq üçün, içində olanları yaşamaq üçün. Bəzi insanlar ölüləri oxuyurlar Quran-ı Kərimi. Bu xətadır. Allah Teala Yasin surəsində baxsaz, 70 və ya 71-ci ayədə də Allah Teala deyir ki, Quran-ı Kərim diri olanları qorxuzasan deyə nazil eləmişik. Və diri olanları qorxuzmaq üçün gəlib Quran-ı Kərim. Quran-ı Kərim gözü görməyən, qulağı eşitməyən, dili danışmayan, qəlbi ölən, bütün bədəni sakit olan, yəni ölmüş insanlara aid deyil. Bütün əzaları canlı olan insanlara aiddir Quran-ı Kərim. Allah Teala deyir ki, Quran-ı Kərimdə وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرِ Biz Quranı asanlaşdırdıq yada salmaq üçün, yəni oxumaq üçün, içində olanları tədəbbür edib, başa düşüb və əməl etmək üçün asanlaşdırdıq. Fəhəl min muddəkir, bax gör, heç onu yada salan, əməl edən varmı? Ona görə bilmək lazım ki, Quran-ı Kərim bükülüb əskilərə, hündür yerlərə qoymaq üçün gəlməyib və ya onu and etmək üçün gəlməyib. Kimisə onun altından keçirmək üçün gəlməyib. Quran-ı Kərim içində olanları yaşamaqdan və əməl etməkdən ötürü gəlib. Və dördüncüsündə buyurur ki, İbrahim İbn Ədhəm, Əkəltum ni'mətəllah, Allahın neymətlərini yediniz, və ləm tuəddu şükrəhə, lakin Allah Teala'ya şükr etmədiniz. Həqiqətən də belədir. İnsanların əksəriyyəti əlində olan neymətlərin qədrini bilmirlər. Hətta o neymətlər bəzilərində çox, bəzilərində az olsa. Bəzi insanlar çox olan neymətin qədrini bilmir, onu az görürlər. Bəzi insanlar da az olan neymətlərdən Allaha gileylənirlər. Vallahi aza şükr etsən Allah Teala artırar. Allah Teala buyurur ki, وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Rəbbin xəbər verdi və Rəbbiniz xəbər verdi ki, əgər şükür etsəniz, sizə artıraram. وَلَاِنْ كَفَرْتُمْ Əgər nankörlük etsəniz, اِنَّ عَذَابِ لَشَدِدْ Bilin ki, əzabım şiddətlidir. Allah Teala artırır neyməti necə? Sən deyəndə ki, şükürlər olsun Allaha. Az da olsa Allah Teala bunu mənə verib, bunu mənə nəsib eləyən Rəbbimdir. Dilinlə desən, yəni dilinlə şükür eləsən, qəlbinlə etiqad eləsən ki, Allahdandır və əməllərində o neymətləri az da olsa Allahın yolunda sərf eləsən, vallahi Allah Teala artıracaq, bol-bol edəcək o azı sənin üçün. Hələ təsəvvür eləyin, çox olub, malı, mülkü çox olub, naşükürlük eləyənlər var. Allah Teala hamımızı qorusun. Allah Teala başqa bir ayda buyurur ki, "Mə yəf'alullah bi'azabikum in şəkartum və amantum və kanallahu şakiran alimə." Əgər siz Allaha iman gətirsəz, şükür etsəz, Allahın sizə əzab verməyinə nə gərəkdir? Axı Allah Teala bilən və şükrün əvəzini verəndir. Sən şükür etsən Allah Teala sənin üçün artıracaq. Və sonra İbrahim İbn Ədhəm 5-cisində buyurur ki, "Qultum inne şeytana aduvakum və vafaqtumuhu." Dediniz ki, şeytan sizin düşməninizdir. Bildiniz ki, şeytan sizin düşməndir, lakin əməllərinizdə ona müvafiq oldunuz. Həqiqətən də belədir. İnsanların əksəriyyəti şeytana tabi olub. Allah Teala Quran-ı Kərimdə şeytanın adından buyurur ki, şeytan belə demişdi. Allaha söz verir. لَاُغْوِيَنَّهُمْ فَبِعِزَّتِكَ لَاُغْوِيَنَّهُمْ اَجْمَعِينَ Sənin izzəti və and olsun, onların hamısını azdıracam.
İllə ibadəkə minhumul muxlasin. Yalnız onların içində ixlaslı şəkildə sənə ibadət edənlər ki var, onlardan başqa. Kim Allaha ixlaslı, sünnət üzərində, qəlbi Allaha bağlı olaraq ona ibadət edirsə, şeytan ona bata bilməz. Lakin bu onu göstərir ki, əksəriyyətinə batacaq. Əksəriyyətini aldadacaq. Görürsən, insanların əksəriyyəti Allah Teala ibadət eləmir. Əksəriyyəti şükür eləmir. Əksəriyyəti Allaha xidmət eləmir. Qalilun min ibadiyyə şəkur. Allah özü deyir ki, Qur'an-ı Kərimdə, qullarımın çox azı şükür eləyəndir. Adamlar namaz qılmırlar, Ramazanda oruç tutmurlar, adamlar salih əməlləri tərk ediblər, adamlar Allahın var olduğunu etiraf eləyir, lakin Allah yoxmuş kimi yaşayırlar. Elə yaşayırlar ki, sabah aləmlərin Rəbbi olan Allahın qarşısında durmayacaqlarını fikirləşərək. Vallahi belə deyil, sən əməllərin cavabını vermək üçün aləmlərin Rəbbi olan Allahın qarşısında duracaqsan. Allah Teala buyurur ki, Ələ yazunnu ulaikə ennəhum məb'uthun liyevmin azim yevmə yəqumun nəsu li rabbil aləmin. Məgər onlar dirildiləcəklərini zənn etmirlərmi, fikirləşmirlərmi ki, onlar dirildiləcəklər? Liyevmin azim, əzəmətli bir gün üçün dirildiləcəklər. Hansı ki, o gün aləmlərin Rəbbi olan Allahın qarşısında duracaqlar. Namaz qılan da, qılmayan da, varlı olan da, kasıb olan da, hörmətli olan da, hörmətsiz olan da, gözəl olan da, çirkin olan da, bütün insanlar aləmlərin Rəbbi olan Allahın qarşısında duracaqlar. Sən də eləcə Allah Taala'nın qarşısında duracaqsan. Allah Taala bizə bildirib ki, şeytan bizim açıq aydın düşmənimizdir. Allah Taala ki, innehu lekum aduvun mubin. O sizin açıq aydın düşmənimizdir. Və la tettebi'u xutuvatiş şeytan. Şeytanın addımlarıyla getməyin. Allaha ibadət etməmək şeytanın yolunda olmaq deməkdir. Allah Taala deyir ki, və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu İllə iblis əbə və istəkbər və kənə minəl kafirin. Bir zaman biz mələklərə dedik ki, Adəmə səcdə edin, yəni salam səcdəsi, hörmət səcdəsi eləyin. Hamısı səcdə etdi, Allahın əmrinə tabi oldular. Şeytandan başqa. Şeytan səcdə etmədi, üz döndərdi, təkəbbürlü elədi və kafirlərdən oldu. Allaha ibadətdən üz döndərmək təkəbbürlüyün əlamətidir. Şeytanın yolun gedmək deməkdir. Şeytan sənin düşmənindir, Rəbbin onu sənə bildirib. Sən Allaha ibadət eləyib, itaat eləyib, onun əmir və qadağalarına hörmət eləməlisən. Sonra Şeyx Rahiməhullah buyurur ki, 6-cısı odur ki, Qultum innəl cənnətə haqqun fələm tə'məlu ləhə. Dediniz ki, cənnət haqdır, cənnət var, lakin onun üçün əməl eləmədiniz. Təsəvvür edin, Allah Teala cənnətə daxil edəcəyi qullara deyəcək ki, Udxulul cənnətə bimə kuntum tə'məlun. Edəcəyiniz əməllər səbəbilə və ya etdiyiniz əməllərin səbəbilə cənnətə daxil olun. Tıbtum fədxuluha xalidin. Xoş sizin halınıza, əbədi qalmaq üçün ora daxil olun. Selamun aleykum bimə sabartum fəni'mə uqbəddar. Səbr etdiyinizə görə sizə salam olsun. Əbədi qalacağınız o cənnət diyarı necə gözəldir. Səbr ediblər namaz qılmaqda, səbr ediblər oruç tutmaqda, səbr ediblər halalları yeyib haramlardan çəkinməkdə, səbr ediblər Rəbbə qul olmaqda. Ona görə Allah Teala o əməllərin səbəbi ilə onları neynəyəcək? Cənnətinə daxil eləyəcək. Ona görə deyir ki, Rahiməhullah, cənnətin haqq olduğunu dediniz, lakin əməl etmədiniz. Əgər əməllərin olmasa bil ki, cənnətə düşməmək təhlükən var. Sonra buyurur ki, İbrahim İbn Ədhəm 7-cisində Qultum innən nara haqqun və ləm təhrəbu minhə. Dediniz ki, cəhənnəm haqdır, lakin cəhənnəmdən qaçmadınız. Həqiqətən də belədir. Allah Teala cənnətin də varlığından, cəhənnəmin də hal-hazırda var olduğundan danışır. Buyurur ki, cənnət barədə uiddət lil muttaqin. O cənnət hazırlanıb müttəqilər üçün. Cəhənnəmdən danışanda Allah Teala deyir ki, uiddət lil kafirin. O kafirlər üçün hazırdır. Kafirləri gözləyir. Cənnət möminləri gözləyir. Cəhənnəm kafirləri gözləyir. Cəhənnəmin var olduğunu bildiniz, lakin deyir ondan qorunmaq üçün, ondan çəkinmək üçün əməllər etmədiniz. Peyğəmbər sallallahu aleyhi və səlləm bir çox hədislərində bildirib. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə bildirir ki, kim Allaha ortaq qoşarsa, o cəhənnəmə daxil olacaq. Allaha ortaq qoşsan, cəhənnəmə gedəcəksən. Deməli, Allaha ortaq qoşmamaq səni cəhənnəmdən uzaqlaşdırıb cənnətə aparacaq. Səhabə gəlir, deyir ki, ey Allahın Rasulü, mənə elə bir əməl öyrət ki, mən onu edəndə cəhənnəmdən uzaqlaşım, cənnətə yaxınlaşım. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki,
Tək Allaha ibadət elə, ona heç bir şey şərik qoşma, namaz qıl və qohumluq əlaqəsini birləşdir. Sonra İbrahim İbn Ədhəm buyurur ki, 8-cisində qultum innəl mevt haqq fələm təstəiddu lehu. Dediniz ki, ölüm haqdır, lakin ölüm üçün hazırlaşmadınız. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabəsi gəlir, deyir ki, ya Rasulallah, mətəs-səə, qiyamətin saatı, yəni qiyamət günü nə vaxt olacaq? Qiyamət nə zaman qopacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məzə ə'dəttə ləhə, sən o saat üçün nə hazırlamısan? Bu hədis onu göstərir ki, qiyamətin saatı üçün əməllər hazırlamaq lazımdır. Allah Teala başqa bir ayədə Həşr surəsində buyurur ki, ya eyyuhellezine amenu ittaqullaha vel tanzur nefsun ma qaddemet ligadin vettaqullah innallaha xabirun bima ta'malun. Ey iman gətirənlər, ey inanan insanlar, Allahdan qorxun və sizdən hər biriniz sabahı üçün, yəni ölüb Allahın qarşısına çıxacağı gün üçün nələr edəcəyinə baxsın. Əməllərinizi artırın, salih əməllər etsin deyir. Sonradır ki, yəni Allahdan qorxun. Həqiqətən də Allah Teala sizin əməllərinizdən xəbərdardır. Allah Teala bizə bildirir ki, yəni siz öləcəksiniz. Ölümünüz üçün əməllər hazırlayın. Vallahi belədir. Qul innel mevtellezî tefirrûne minhu fe innehu mulâqîkum thumme turaddûne ilâ âlimil gaybi veşşehâde feyunebbi'ukum bimâ kuntum te'melûn. Allah Teala deyir ki, Səcdə surəsində, de ki, qaçdığınız ölüm sizi yaxalayacaq. Sonra siz gizlini və aşkarı bilən aləmlərin Rəbbi olan Allahın huzuruna qaytaracaqsınız. O da sizə nələr etdiyiniz barədə xəbər verəcək. Yəni, əməllər etmək lazımdır. Yunəbbi'ukum, o bilir əməlləri. Əhsahullah və nəsu, Allah əməlləri sayıb, siz isə deyir, unutmuşsunuz. Həqiqətən də belədir. Allah bilir ki, sən edə bilərsən və ya etməyə bilərsən. Yəni, sən sağlamsan və ya xəstəsən, sən güclüsən və ya zəifsən, Allah səni yaxşı tanıyır. Fələ tuzakku anfusakum və huvə a'lamu bimən ittaqa. Allah deyir ki, öz nəfsinizi təmizə çıxartmayın. Allah kimin təqvalı olduğunu, kimin Allahdan daha çox qorxduğunu biləndir. Bəzi insanlar deyir ki, mənim qəlbim təmizdir. Mən heç kimin xətrinə dəyməmişəm, heç kimin toyuğuna qış eləməmişəm, mən söyüş söymürəm və s. Bu səni xilas eləmir. Allah bilir sən kimsən. Bunları etməməyin, o deməkdir ki, sən Allaha ibadət eləməli deyilsən. Sən yenə ibadət eləməlisən. Bunlar öz-özündə gözəl şeydir. İslamın tələbləridir. Sən normal insan olmalısan. Lakin ibadəti də yerinə yetirməlisən. Sən bugün deyirsən, məsələn, Ramazanda mədəm xəstədir və yaxud da mən namazı yadda saxlaya bilmirəm namazın sözlərini. Vallahi Allah Teala bilir ki, sən eləyə bilərsən. Allah sənə eləyə bilməyəcəyin, əda edə bilməyəcəyin bir ibadəti, bir əməli heç vaxt yükləməz. Allah Teala deyir ki, Allah Teala bildirir ki, Quran-ı Kərimdə la nukellifu nefsen illa vus'aha. Biz bir nəfsi yalnız bacardığı qədər yükləyərik. Allah Teala sənə elə bir əməl tapşırıb ki, ibadət, sən onu bacararsan. Ramazanda oruç tuta bilərsən, mədən ona dözə bilər, taqəti çatar, dilin o susuzluğa dözər, gözün aramlara baxmamağa təhəmmül eləyər, qulağın haramları eşitməməyə təhəmmül eləyər. Allah Teala bilir ki, sən bunu bacararsan. Lakin sən deyirsən ki, mən bacarmıram, yadımda qalmır, xəstəyəm və s. Allah səni tanıyır. Qiyamət günü Allah Teala deyir ki, əl-yevmə nəxtimu alə əfvahihim və tükəllimunə əydihim və təşhədu aleyhim arculuhum bimə kənu yəksibun. Rəbbimin ayəsində bax, diqqət elə dəyərli qardaş və bacım, diqqət elə. Allah Teala deyir ki, o gün onların ağzını bağlayacam. Onların əlləri bizi ilə danışacaq. Əlləri bizimlə danışacaq. Ayaqları etdiyi əməllərə görə şahidlik eləyəcək. O əlin sahibi Allahdır. O dilin, o dodağın, o gözün, o qulağın, o qəlbin, o əzanın sahibi Allahdır. O səni yaxşı tanıyır. Bu gün burada kimisə aldada bilərsən. Lakin qiyamət günü aləmlərin Rəbbi olan Allahı aldada bilməsən. Allah Teala dili bağlayacaq, əllər şahidlik eləyəcək ki, ya Rab, o eləyə bilərdi, lakin eləmədi. Allah Teala hər birimizi ona ibadətin üzərində sabit etsin. Və İbrahim İbn Ədhəm rahiməhullah 9-cu nəsihətində buyurur ki, və 9-cu məsələdə hansı ki, bu məsələləri bir də xatırlayaq, nə idi? Duanın qəbul olmama və ya qəbul olma səbəblərindəndir. Buyurur ki, İntəbəhtum minən-nəvm və iştəğaltum bi'iyubin-nəs. Yuxudan oyandınız, insanların eyibləri ilə məşğul oldunuz və təraktum iyubəkum. Öz eyiblərinizi tərk elədiniz. Həqiqətən də belədir. İnsan gərək öz üzərində çalışsın. Allah Teala bildirir ki, aleykum, ənfusakum, öz qeydinizə qalın.
özünüz ilə məşğul olun. Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə bildirir ki, min husni islamil mar'i terkuhu ma la ya'nihi. Kişinin dininin gözəlliyindəndir, onun İslamının gözəlliyindəndir, onun heybətindəndir, onun necə həmçinin mərdliyindəndir ki, özünə aid olan işlərlə məşğul olsun, insanların işlərinə qarışmasın. Sənə nə lazımdır dəyərli qardaşım və bacım? Sən onunla məşğul ol. Sən özünü, ailəvi Allahın əzabından xilas etmək üçün çalış. Ya eyyuhəllezine amenu, ey iman gətirənlər. Allah Teala deyir ki, ey iman gətirənlər, qu enfusakum və əhlikum nara. Ey iman gətirənlər, özünüzü və ailəvizi oddan qoruyun. Əli, İmam Əli möminlərin əmri, Allah ondan razı olsun, deyir ki, yəni İslamı öyrənin və evladlarınıza İslam ədəbi, İslam elmini öyrədin. Sən ailənlə, özünlə məşğul ol. Həmçinin sən özünlə məşğul olsan, insanların aybını axtarmağa sənin vaxtın qalmayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mən tatawwa awrata axihi, tatawwa Allahu awratahu." Kim bir müsəlman qardaşının, həmçinin qadınlara da aiddir, eybini axtarsa, araşdırsa, Allah Teala onun eybini açar, onu insanların içində biabır edir. Hədisin mənası budur. Gəlir ki, salih sələflərimizdən İbn-i Qayyim rahimehullah Tariqul Hicrəteyn kitabında buyurur ki, Tubə limən şəğələhu uyubuhu an uyubin nəs. Xoşbəxtdir o adam, müjdə olsun o adama ki, insanların eyiblərini tərk eləyib, öz eyibləri ilə məşğuldur. Və vaylun limən nəsyə aybəhu və təfarrağa li uyubin nəs. Vay olsun o insanın halına ki, insanların eyibləri ilə məşğuldur, öz eyiblərini tərk eləyib. Sonra buyurur ki, rahiməhullah, fəl-əvvəl aləmətus səadə, birinci insan öz eyibləri ilə məşğul olub, insanların eyiblərini tərk eləyən insan, insanda xoşbəxtçiliyin, saadətin əlaməti var, deyir rahiməhullah. Və-thəni aləmətus şəqavə, ikinci insanda hansı ki, öz eyiblərini tərk eləyib, insanların eyibləri ilə məşğuldur, onda deyir, bədbəxtçiliyin əlaməti var. Həmçin Şeyx Muhammed İbn Salih Əl-Üseymin rahiməhullah buyurur ki, deməli, Hucurat surəsinin təfsirində buyurur ki, bil ki, ey qardaşım, sən qardaşının ayıblarını yayarsan, Allah Teala sənin ayıblarını yayacaq bir kimsəni sənə musallat eləyər və sənə cəza olaraq. Sonra deyir ki, lə tazunnu, elə zənn etmə ki, ənnallaha qafilun əmmə yə'mənu zalimun. Elə zənn etmə ki, Allah Teala zalimların əməllərindən qafildir. Təsəvvür eləyin, insanların ayıblarını axtarıb, araşdırıb, yaymaq zalimlardan hesab edir Şeyx rahimehullah. Bildirir ki, bəl, əksinə, elə zənn eləmə ki, Allah Teala qafildir zalimların əməllərindən. Əksinə, səyusəllitu aleyhim mən yuamiluhum bimisli mə yuamilun nəs. Əksinə, Allah Teala ona elə bir kəsi musallat eləyəcək ki, o da onun ayıblarını yayacaq. Allah Teala bu səbəbdən də onu biabır eləyəcək. Və sonuncusu, İbrahim İbni Ədham rahiməhullah buyurur ki, 10-cu məsələdə, dəfəntum məvtəkum, ölülərinizi dəfn etdiniz, və ləm tə'təbiru bihim, lakin onlardan ibrət almadınız. Qəbirləri ziyarət etmək sünnədə gəlib ki, qəbirləri ziyarət etməyin əsas xeyirlərindən biri ölümü xatırlamaqdır. Bu gün bizdə çox təəssüflər olsun ki, qəbirsanlıqda belə ölü dəfn eləyəndə orada Allahın qorxusunu artırmaqdan və ölümü xatırlayıb salih əməlləri artırmaqdansa bəzi insanlar ticarətindən, bəziləri idmanından, bəziləri dünyasından, bəziləri hansısa onlara fayda verməyən əməllərdən danışır. Heç olmasa dəyərli qardaşım, ölü dəfn eləyəndə, cənazədə iştirak eləyəndə dünyana məşğul olma. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əksiru min hədimil ləzzət, ləzzətləri parça-parça edəni tez-tez xatırlayın, yəni ölümü. Allah Teala'dan istəyirəm ki, Allah Teala İbrahim İbni Ədhəmin bu gözəl nəsihətlərini bizə yaşamağı asanlaşdırsın. Bir də xatırlayaq, insanlar deyirlər ki, ey şeyx, bizdə nə olub ki, dua edirik, Allah Teala dualarımızı qəbul etmir. Şeyx deyir ki, rahiməhullah, 10 dənə məsələ var ki, o sizin qəlbinizi öldürüb. Və o məsələləri də biz qısa olaraq xatırlatdıq. Allah Teala hər birimizə eşitməyi və faydalanmağı nəsib etsin. Allah Teala etdiyimiz duaları qəbul etsin. Allah Teala əllərimizi boş geri qaytarmasın. Vəlhamdülillahi Rabbil ələmin.